Herkese salam. Uzun zamandır artıq Danışır Turizm podkastını çəkə bilmirdim. Buna zaman ayıra bilmirdim. Amma yenidən podkastlarımıza davam etdiyimiz üçün çox xoşbəxtəm. Sizin hər birinizə maraqlı bir spikerim var bugün. İnanıram ki, çox gözəl və hər kəsi maraqlandıran, fərqli ölkədə, otelçilikdə qazanc sistemi və ümumiyyətlə standartlar, turist tipləri, qonaq tipləri necə olur, onlardan danışacaq. Qonağım mənim də bir ara birlikdə işlədiyim, didişdiyim və eyni zamanda mənim baş menecerim olan Racı Əhlimanzadədir. Xoş gəlmisən Racı. Çox sağ olun. Racı, sən tanımayanlar üçün biraz özün haqqında məlumat ver, daha sonra suallarıma keçid edəcəm. Çox sağ olun dəvət etdiyiniz üçün. Mənim adım Racı Əhlimanzadə. Mən hal-hazırda Rooms Management Group şirkətinin CEO-suyam. Artıq 14 ildir ki, turizmdəyəm. Turizm təhsilim var. O çox önəmlidir. Bəli. Bizim sahədə çox önəmlidir. Biz otelçilər adətən həm intervyularda, həm işə götürəndə həmişə soruşurlar ki, təhsil necə, harda təhsil alıblar və onun üçün biz bunu həmişə qeyd edirik ki, bizim hospitality backgroundumuz və təcrübəmiz və təhsilimiz var. Racım, birinci bu suala keçid edəcəm. Sən uzun müddət Azərbaycanda oldun. Daha sonra bir anda ölkəni tərk elədin. Bu çox ciddi bir challenge-dır əslində mənə görə. Amma bunun paralelində də bunun çoxlu sualları, yeni həyat, yeni ölkə və s. bu kimi detalları var. Bu prosesi biraz bizə aça bilərsən, zəhmət olmasa. Bu necə baş verdi ki, Azərbaycanda 5 ulduz otellərdən birində baş menecer vəzifəsində çalışarkən bir anda Özbəkistana gəldin. Okey, mədəniyyətcə demək olar ki, eyni mədəniyyəti paylaşırıq, amma yenə də tamam fərqli bir istiqamətdir. Mənim ümumiyyətlə bu karyeranı başlayanda həmişə ekspat olmaq arzum olub. Mən reception işləyəndə də, supervisor işləyəndə də həmişə CV-mi göndərirdim xarici ölkələrə və həmişə atqaz alırdım. Nədənsə birinci deyirlər ki, sizin kifayət qədər təcrübəniz yoxdur, sonra deyirlər ki, yox, siz overqualified-sınız, yəni təcrübəniz aşırı çoxdur. O adama daha pis təsir. Bəli. Azərbaycanda GM işlədiyim müddətdə biz rebranding edirdik, Merkur Otel olmaq istəyirdik. Daha sonra təbii ki, oldular. Həmin ərəfədə biz Akkor'un head ofisi ilə çox yaxın olduq, çünki birlikdə o bütün prosesləri keçirdik və həmin müddətdə mən orada özümə tanışlar tapdım. Hansılar ki, mənə daha sonra təklif edədilər ki, belə bir proyektlər var Özbəkistanda və o ümumiyyətlə regionda ən çox belə deyək də, böyük addımlarla inkişaf edən ölkə Özbəkistandır, sırf bu Mərkəzi Asiyadan danışırıqsa. Söhbət otelçilikdən gedir, yoxsa ümumi olaraq sektordan? Ümumilikdə də gedir, həm də otel sektorunda məncə çox irəlidədirlər hal-hazırda. İrəlidədirlər, bunu necə belə deyim ki, amma başa düşdündə, açılan otellərin sayı dəhşət çoxdur. Mən bura ilk gəldiyim ildə 2022-ci il idi. 700-ə yaxın, bəli, artıq 3 il keçib və elə noyabr ayına təsadüf edir. 700-ə yaxın otel var idi. Hal-hazırda otellərin sayı 1000-dən çoxdur. Burada təkcə otellərdən söhbət getmir, istənilən, yəni qonaq qəbul edən mərkəzlərdən söhbət gedir də, yəni hostel, otel, motel, bütün tiplərdən söhbət gedir. Və bu təklif mənim üçün çox maraqlı gəldi. Həm ekspat arzum, həm də ki... Nəhayət overqualified deyil. Həm də pre-openingdə olan bir otel idi. Yəni artıq tikilmişdi, hazır idi. Proyektin özünə baxdım, çox xoşuma gəldi. Kiçik bir oteldir, butik otel kimidir, amma butik otel sayılmır. 57 otağı var və UNESCO-nun qoruduğu bir mərkəzdədir, yəni köhnə şəhərdədir. Çox maraqlı gəldi. Elə birinci intervyudan sonra artıq qərar verdim ki, mən gedirəm. Və heç demək olar ki, bir həftə çəkmədi. Sahibkarla tanış olduq, bir həftə çəkmədi, mən artıq gəldim bura.
Xoş gəldin, necədir? Bu arada bilməyənlər üçün qeyd edim ki, biz hal-hazırda bu podkastı məhz Özbəkistanda çəkirik. Mən də bura dəvətlə gəlmişəm ki, Özbəkistanı kəşf edək. Eyni zamanda da bizim Azərbaycan üçün Özbəkistanda haralara getmək olar, nələri kəşf etmək olar, onları göstərək. Mənim kanalımda hal-hazırda Raci ilə danışdığımız otelin icmalını da görə bilərsiniz. Paylaşmışam orada, keçid edib baxa bilərsiniz. Raci, çox maraqlı bir detal dedin ki, son 3 ildə 700-dən 2 qatdan daha çox artıbdı otel sayı. Bilirik ki, bizdə Azərbaycanda otel bumu 2012-2013-cü illər ərəfəsində oldu. Amma buna bum deyirik ona görə ki, bir deyib Hilton gəldi, Marriott gəldi və bu kimi başqa-başqa Radisson gəldi, yoxsa ona qədər var idi. Yəni bu kimi başqa-başqa brendlər bir deyib axın etdi Azərbaycana. Amma bu sonra dayandı. Yəni axın əvvəlki qədər olmadı və bir də son 1 ildə mən müşahidə edirəm ki, Hilton Garden Inn gəldi, Mövenpick gəldi, Mercure gəldi və s. Yəni gəldi, yenə dayandı. Bizdə nəyi yanlış edirik, nəyi doğru eləmirik ki, biz bunun stabilliyini, məsəl üçün belə deyək də, buna turizm cəhətdən yanaşası olsaq biz, sustainability yoxdur bu sahədə. Yəni otelçilik sustainable formatda inkişaf eləmir, dayanıqlılığı yoxdur. Gəlir, çıxır. Məsəl üçün Rixos gəldi, çıxdı bizim ölkədən və burada dayanıqlılıq da yoxdur. Deyək ki, hansı otel son 5 ildə Azərbaycan daxilində öz ikinci filialını açıbdı, franchisingini qoyubdu. Yoxdur. Yəni, misal üçün, deyək ki, bir dənə oteldir Fairmont və salam Fairmontdur, illərdir zaten Fairmontdur. Alternativi yoxdur. Amma, misal üçün, başqa şəhərlərimizdə alternativ binalar mı yoxdur onun konseptində getsək? Ya da Hilton'dur və salam, bir dənə mərkəzdədir. Orada, misal üçün, Özbəkistanla müqayisə eləsək, nədir eləyə bilmədiyimiz ya da əksi elədiyimiz detal ki, biz bu mövzuda geri qalırıq? Yeva, əslində verdiyin sual çox qlobaldır və bunu bir neçə bölümə bölmək lazımdır ki, daha düzgün məsələni işıqlandıra bilək də. Birincisi, söhbət brendlərdən gedirsə, brendlərin özlərinin business development deyə departamentləri var, hansı ki, gəlir təzə açılan otellərə və yaxud tikilən binalara gəlir öz franchise-ını təklif eləyir. Çox nadir hallarda mən görürəm ki, hansı bir investor, hansının ki pulu var, oturub belə fikirləşir ki, mən otel tikim. Çoxsu başqa sahələrdə pul qazanıb və görüb ki, bu sahədə inkişaf var, başlayıb otelə investisiya eləməyə və görüblər ki, brendlərin nə qədər çox köməyi olur, dəstəyi olur ki, birincisi sən standartlarla tikirsən oteli, istər Fire Life Safety, istər standart xidmət sahəsində olan standartlar, yəni bütün standartlara cavab verir həmin otellər, həmin brendlər daha doğrusu. Və onlar ona görə də başlayırlar brendləri cəlb etməyə. Və brendlərin arasında da rəqabət var və ona görə hər region üzrə belə deyək də rəqabəti var. İstər Accor olsun, istər Marriott olsun, istər Hilton olsun, başqa bir brend olsun, fərq eləmir. Burada niyə görə belədir? 2016-cı ildən başlayaraq burada başlayıb investisiyalar olmağa, xaricdən də cəlb olunan investisiyalar var və yerli investisiyalar da var. Və ölkədə Özbəkistanda olan turizm Azərbaycandakı turizmdən çox fərqlənir. Burada daha çox tarixi turizmdir. Burada gələn turistlər artıq səyyah turistlərdir. Yəni bu biz öyrəşdiyimiz Hindistan, Ərəb bazarı falan deyil. Burada gələnlər əksəriyyəti gəlir Avropadan, İtaliyadır, Fransadır, Almaniyadır və turistlərin sayı da... Mən şəhərdə dəhşət çox Yapon gördüm. Yaponlar da təzəlikcə başlayıb gəlməyə. Kitaydır, Çindən də çox turistlər var. Hələ ölkələr gəlir ki, hansılar ki, görmək istəyir bu şəhərləri və buranın tarixi çox zəngindir. Və Özbəkistan öz tarixini bütün dünyaya göstərmək istəyir. Mən sizə statistikadan danışa bilərəm ki, hər il 1 milyondan çox artım var turist sayında. Yəni, məsələn, mən gəldiyim ildə 5 milyona idi, bu il artıq 8 milyondan çox gəlib. Sentyabra qədər olan statistika ki, 8 milyondan çox turist gəlib. Düzdür, indi orada o 8 milyonda ümumiyyətlə sərhədi keçənlər də nəzərdə tutulur. Amma otel sayı hal-hazırda
kifayət qədər deyil ki, o turistlərin hamısını qəbul etsinlər. Ona görə də hələ də tikilməkdə olan otellər var. Hələ də biz indi Rooms Management olaraq bizə müraciət edirlər ki, biz o otellərin açılışında, idarə etməsində onlara yardımcı olaq. Rəcəb, bax, çox gözəl bir nüansa toxundun ki, bura necə turistlər gəlir. Nəzərə alsaq ki, Özbəkistan kimi biz də böyük İpək yolu xətti üzərində yerləşirik. Düşünürəm ki, bu baxımdan yetər qədər zəngin tarixə malikik. Və ümumi olaraq biz bugün səhər Əmir Teymurun muzeyini gəzəndə, məsəl üçün xəritədə belə bir analiz elədik ki, çox ciddi bir hissə bir zamanlar Teymurilər dövlətinin nəzdində olub. Onun içində həm də Azərbaycan var. Yəni dolayısıyla bu tarix necəsə bizə də toxunur. Bundan əlavə bizim özümüzün də yetəri qədər zəngin tariximiz var. Sadəcə Gəncə, Şəki kimi şəhərlər belə kifayət edir ki, gəz-gəz bitirməyəsən və yaxud da ki, çox daha dərin tarixə gedəsən. Bunun nəzərində Qaxı da saya bilərəm. Hətta Bakının özü belə neft bumu zonaları var, Sabunçu var və s. Amma çatışmayan nəsə var. Yəni belə çıxır ki, o zaman biz turizmdə nəyisə səhv edirik. Bizim strategiyamızda nəsə yanlışlıq var ki, biz o turistləri cəlb edə bilmirik. Bax, Şəkiyə getdiyin zaman yetər qədər Alman turist görürsən orada. Amma o Alman turistləri Bakıda görmürsən. Demək ki, bu adamlar Şəkini kəşf edə bilirlər, hansı ki, o da UNESCO-nun tərkibinə daxildir. Harda yanlışı buraxırıq? Bax, sən özün, misal üçün, 3 ildir buradasan, ondan əvvəlində yetəri qədər otelçilik təcrübən var. Yetər qədər iri otellərdə təcrübən var. Zaten sonuncu dəfə bura gələndə baş menecer vəzifəsindən gəlmisən. Otelçilikdə nəyi səhv edirik? Bax, il-ildən biz artım eləmək əvəzinə geriləyirik. Əvvəl, misal üçün, oteldə işçi götürəndə onlar üçün çox önəmli idi sənin turizm təhsilli olmağın. O zamanlar Mədəniyyət və Turizm Nazirliyi, daha sonrasında Azərbaycan Turizm və Menecment Universiteti buna çox maraqlı idi ki, ixtisaslı kadr yetişdirsin və bazara, sektora ixtisaslı insanlar buraxsın. Amma son dönəmlər sanki nə olursan ol, gəl, sektora gəl var. Və mən çox adam tanıyıram ki, hətta içi mən daxil, sektordan uzaqlaşmışıq. Baxırsan ki, inkişaf yoxdur. Eyni adamlar sadəcə, belə deyim də, otellər arasında sirkulyasiya edir. Nə bilim, biri bugün burada Director of Sales'dır, 2 gün sonra bu oteldə Director of Sales'dır. Bu mənə görə, hətta bir şey deyim ki, misal üçün, inkişaf perspektivindən bu çox ciddi təhlükədir. Çünki nəyə görə? Bir növ sən bu otelin strategiyasını yazan adamı 2 gün sonra eyni rəqabətdə olan oteldə görürsən və çox aydındır ki, buradakı bütün strategiyalar artıq burada onun əksinə işləyir. Bu da təhlükədir. Yəni brend səni saxlamır. Brend səni qoruyub saxlamaq marağında belə deyil kimi bir algı yaradır. Və biz burada necə prosesə baxa bilərik? Yəni bax, misal üçün, sən gəlmirsən Özbəkistana, tutaq ki, yenidən Azərbaycana qaydası olsan, İlk nəyi dəyişməkdən başlayarsan bir baş menecer olaraq ya da bir idarə edici şəxsi olaraq? Hardadır əsas boşluğumuz səncə? Sualın ilk hissəsinə aid olaraq mən deyə bilərdim ki, məncə burada dövlətin PR-ından söhbət gedir. Çünki Özbəkistanı necə PR edirlər dünyada? Son, səhv etməmsə, 10 ən yaxşı destinasiyanın içinə daxil olub Özbəkistan. Və səhv etmirəmsə, bu illəri Britaniyanın hansısa jurnalı birinci yerə qoymuşdu Özbəkistanı ki, ən çox maraq doğulan yerdir. Məncə burada söhbət PR-dan gedir. Düzdür, Azərbaycanda da məsələn kifayət qədər PR olunur, istər Formula 1, istər hansısa bir yarışlar falan. Amma söhbət məncə produktun özündən gedir, məhsuldan gedir. Çünki siz Özbəkistan dedikdə tarixi yerlərdən danışırsınız. Samarkanddır, Buxaradır, Xivadır, hamısında əl deyilməyən tarix var. Hansı ki, o insanlara maraqlıdır və o insanlar gəlib ona baxırlar. Eynən. Mən deyə bilmərəm ki, bizdə onun alternativi var. Bayır şəhər bizdə dağılır və heç kimin səsi çıxmır. Bəli. Və mən deyə bilmərəm ki, bizdə məsələn o cür yaxşı PR olunsun. Çünki burada produktu çox gözəl PR edirlər dünya üzərində. O ki, qaldı otelçiliyə, mən indi həmkarlarıma nəsə deməyim düzgün olmaz. Amma yenə hekayədə mən yandım dostlar. Şəxsim ünvanlı deyil. Sadəcə həqiqətən bu, belə deyək də, ümumi perspektivdən baxanda və idarə etmə perspektivindən baxanda burada çox ciddi təhlükələr var və o istiqamətdən mövqe bilmək istəyirəm. Mən nəyi dəyişərdim? Əslində dəyişməyə çalışmışdım.
düzdür biraz vaxtım yetərli qədər vaxtım olmadı və sonra gəlib həmin o eləmək istədiklərimi burada elədim. Fərq nədir? Mən əsas gördüyüm fərq odur ki, buradakı bazar biraz yox, tamam fərqlidir. Yəni buradakı bazarda Azərbaycanda məsələn otellər diktə eləyirlər travellara. Burada əksinədir. Burada travellar diktə eləyir. Çünki travellar gətirirlər biznesi, amma Azərbaycanda elə deyil. Azərbaycan tam əksinədir. Və burada rəqabət açıq bazardır. Yəni otellər, şəbəkə olan otellərin sayı çox azdır. Məsələn, biz indi Rooms Management qrup açmışıq. Bizim 4 otelimiz var. Amma biz yenə də o birisi otellərinə rəqabət eləyə bilirik və hər biznes üstündə açıq rəqabət var. Azərbaycanda daha çox dempingdir. Azərbaycanda daha çox hansı şəbəkədir, o şəbəkənin otelləridir və s. və ilax. O şəbəkənin öz otelləri belə daxildə dempinq eləyir bir-birinin strategiyasını tapdalayır, standartını tapdalayır. Yəni biz belə deyim də, məsəl üçün bir var ki, otel şəbəkəsidir və sən deyirsən ki, okey, qardaşcasına onlar mübarizə aparırlar. Bir də var ki, baxırsan ki, biri digərinin standartını tapdalayır və vecinə də deyil ki, bunlar eyni şəbəkəyə aiddirlər. Yəni daxildə belə ədalətsiz bir rəqabət gedir. Və Raci, mən ən əsas nəyə toxunmaq istəyirəm? Bizdə deyirlər ki, ən çox belə bir deyim var ki, bizdən yaxşı baş menecerlər çıxmaz. Və hələ də ekspat baş menecerlərin sayı yerli baş menecerlərin sayından daha çoxdur. Mən işlədiyim dönəmdə, sən mənim baş menecerim olduğuna görə, mən demək olar ki, freelance rejimdə işlədiyimə görə sizin otellə bunu deyə bilərəm ki, məsəl üçün mənim hiss elədiyim buydu ki, mənim işləməyim üçün mənim baş menecer egosunu tatmin etməyə ehtiyacım yox idi. Yəni mən gəlib özümü sənə Raci bax, mən nə gözəl işləyirəm kimi gözə soxmağıma ehtiyac yox idi. Mən işimi görürdüm, sən də bilirdin ki, mən bu işi görürəm və bunun qarşılığında bu müddətlər olacaq. Hər şey açıq idi, hər şey aydın idi. Narazı olunan detallarda biz görüş edirdik, amma bu hər saniyə görüşü deyildi. Yəni o Cem Yılmazın bir zarafatı var, deyir, o qədər iclas edirik ki, işləməyə vaxtımız yox. Bəli, razıyam. Yəni mən Azərbaycanda otelçilikdə keçirdiyim qısa bir müddətdə, 6-7 il qısa sayılırmı bilmirəm, qısa bir müddətdə hansı ki yetəri qədər iri şəbəkələrdə, rəhbər vəzifələrdə çalışdım. Bunu deyə bilərəm ki, sanki gizli bir ego savaşları gedir. Ola bilər. Rəhbərlər arasında, departamentlər arasında, işçilər arasında. Bu ego savaşları Özbəkistanda da varmı? Xeyr, qətiyyən yoxdur və burada əsas fərq nədir? Burada heç kim sənin işinə qarışmır. Yəni istər sahibkar olsun, istər hansısa bir instansiya olsun, heç kim sənə gəlib heç nə demir və rahatlıqla səni buraxırlar ki, işləyəsən. Mən həmçinin də necə ki səninlə işləyirdik o vaxtı, burada da eynisini edirəm. Hansısa bir tapşırığı verirəm, o tapşırığı verəndən sonra təbii ki, deadline olmalıdır və o deadline-a görə baxıram. Nəticə olmayandan sonra mən o adamın işinə qarışa bilərəm. Amma gündəlik ona stres yaşatmaq kimi belə bir dərdim yoxdur. Yəni, sübut eləməyə də bir şey yoxdur ki, artıq hər şey sübut olunub da. Həmçinin Azərbaycandadır. Məncə, hər kəs özünə nəsə sübut eləmək istəyir və yaxud da ki, başqa bir rəqabət var, bizim görmədiyimiz bir rəqabət var. Amma mən o fikirlə razı deyirəm ki, Azərbaycanda yaxşı baş menecerlər yoxdur, kifayət qədər var. Bizim yaxın dostlarımız da hamısı baş menecerdir demək olar ki. Və hamısı da mən inanıram ki, o yaxın bir gələcəkdə bütün o bazardakı ekspatları təmizləyəcəklər. Mən ekspat qarşısında deyiləm. Sən dediyin kimi də 2011-də, 2012-də boom olanda o ekspatlar idi ki, hansılardan ki, biz onlardan öyrənirdik və onların yəni bizə verdiyi töhfəni danmaq Eynən. Bundan çox razıyam. Bax, məsələ var ki, sən lüks bir brendə ekspat gəlirsən və təbii ki, sənin bazarın, sənin olduğun ölkənin belə bir lüks oteli qaldıracaq təcrübədə mütəxəssisi yoxdur. Bəli. Bir də var ki, sən kiçik bir butik otelə xaricdən ekspat gətirirsən və sən o ekspata verdiyin maaşı sən yerli baş menecerə vermirsən. Yəni, bax, çox gözəl bir nüans dedin ki, burada heç kimin işinə qarışmır. Məncə, bizdə əsas problem odur ki, daha çox qarışan insanlar bilgisi olmayan insanlardır. Yəni, o bilmədiyinə görə düşünür ki, qarışsa daha çox biləcək.
İki, qarşı tərəf başa düşəcək ki, təzyiq altındadır və daha yaxşı işləməlidir ki, burada daha yaxşı işləmək nədir, ona bir haşiyə çıxaq. Üçüncü məsələ isə mənim kənardan müşahidə elədiyim. Sektorun içində olanda bunu müşahidə etmək biraz asan olmur. Çünki orada emosional dalğalanmalar daha çox olur. Kənardan müşahidə elədiyim odur ki, biz bilgisizliyimizi təzyiqin altında gizlətməyə çalışırıq. İnsan bilgisindən, professionallığından əmin olduğu zaman kimisə təzyiq altında saxlamır. Əgər sən mənə görə, məsəl üçün mən hal-hazırda kənar sektorda olsam da, rəhbər vəzifədəyəm. 3 şöbə tabeliyim də var və baxıram ki, mən bu uşaqların işlərini gün ərzində heç sorğulamıram. Günün sonunda hər biri öz hesabatını verir. Biz baxırıq ki, biz doğru istiqamətə gedirik. Baxıram ki, misal üçün, commercial department şöbə məndədir. Baxıram ki, commercial şöbə tamamilə hər şey doğru edir və gözəl gedir. Bir-iki toxunuşlar lazımdırsa sadəcə kiçik komment kimi keçirəm və salam. İş qaydasında gedir. Hər kəs xoşbəxtdir. Sorğu edirsən ki, burada işləmək səni xoşbəxt edirmi? Okeydir hər şey. Və sən baxırsan kənardan olduğun sektora və deyirsən ki, mən niyə bu sektora qayıtmaq istəmirəm? Və sən başa düşürsən ki, niyə qayıtmaq istəmirsən? Qayıtmaq istədiyin yerlərə belə baxırsan ki, mən axırıncı dəfə atelçilikdən çıxmışam 5 il əvvəl. Sənlə işlədiyim dövrü saymıram, çünki onda freelancer idim zaten. 5 il əvvəl çıxmışam. Bu 5 ildə əmək haqqı belə dəyişməyibdi. Yəni, Azərbaycanlıya ödənilən əmək haqqı rəhbər vəzifəyə ekspata ödəniləndən qat-qat aşağıdadır və biz bu insandan keyfiyyət gözləyirik. Burada o sinifsel bölgülər varmı ümumiyyətlə? Məsəl üçün, sənin ekspat olaraq Özbəkistanlı bir baş menecerdən necəsə bir fərqin varmı? Mütləq ekspat olaraq olacaq təbii ki, yəni, amma bu çoxmu radikal dərəcədədir? Yəni, bizdəki kimidirmi? Yox, o qədər radikal dərəcədə deyil, amma yenə də burada çox individual bir məsələdir. Burada brenddən çox şey asılıdır, gələn adamın paketindən çox şey asılıdır. Yəni, o family package-dən gəlir, yoxsa sadəcə olaraq tək gəlir, təhsil daxildirmi, yəni, söhbət uşaqların təhsilindən gedir, avtomobil, ev və s. Bunlar hamısı şərtdir. Amma mən sənə deyim ki, o qədər də böyük bir yəni, fərq qoymurlar. Çünki mən gələndən sonra da neçə Azərbaycanlı dəvət eləmişəm bura və hal-hazırda da işləyirlər. Yəni, mən axtaranda da çalışırdım ki, təbii ki, Azərbaycanlı götürüm. Çünki bizim mindset istər-istəməz birdir və biz artıq o prosesləri görmüşük. Bura gəlib sadəcə onları tətbiq etmək lazımdır. Burada yerli kadr o qədər də çox deyil. Düzdür, məsələn də Birləşmiş Ərəb Əmirliklərində işləyənlər çoxdur, Rusiyada işləyənləri çoxdur. Orada yaxşı təcrübə yığıb gəlib burada işləyirlər. Amma onlar da barmaqla sayılası qədərdir. Çox mütəxəssis yoxdur. İdarə etməyə qaldıqda mən yenə də o mövzuya qayıdacağam. Daha çox bottom line-a baxıram. Niyə görə? Mən əgər işçi götürürəmsə, məsələn də atıram ki, housekeeping manager götürürəm. Mən housekeeping managerin işini ondan yaxşı görə bilmərəm. Eynən. Və mənə lazımdır ki, mən ona sərbəstlik verim. O sərbəstlikdən düzgün istifadə eləsin, öz departamentin özü idarə eləsin və mən axırda baxım ki, bottom line-da necədir. Yəni, o payrollda çox, yəni büdcədən çox kənara çıxmasın, keyfiyyət yaxşı səviyyədə olsun. Mən bookinga girəndə, rəyləri oxuyanda görürüm ki, keyfiyyət bizdə çox yaxşıdır, komfort yaxşıdır, təmizlik yaxşıdır və s. Yəni, mənim idarə etmə tipim belədir ki, mən şöbə rəhbərlərinə çox sərbəstlik verirəm, düz limitli dərəcədə, amma o sərbəstlikdən onlar düzgün istifadə etsinlər. Çünki mən insanları stres altında saxlamağı xoşlamıram. Və axırda da mən bunu neçə dəfə yoxlamışam, fərqli otellərdə yoxlamışam. Ən yaxşı nəticəni verən odur. Siz işçi götürürsünüz, işçiyə o lazımi instrumentləri verirsiniz və o sərbəstlik verirsinizsə, o sizə yaxşı nəticə göstərəcək. Düzdür, ola bilər hansısa bir moment ki, neysə düz eləmir, onda uca müdaxilə eləməliyəm. Amma hal-hazırki vəziyyətimdə mən operasyonla məşğul olsam, yəni əməliyyatlarla daha çox məşğul olsam, strategiyaya, taktikaya və qalmayacaq və beyin o dərəcədə işləməyəcək. Yəni, ora fokuslanmayacaq. Bundan çox razıyam. Bir də burada belə bir detal üzə çıxar ki, sən işə götürdüyün adamı bir də aşırı təzyiq altında kontrolda saxlayırsansa, burada iki nüans yaranır. Ya sən o adama çox az əmək haqqı verirsən
Yəni o işi görəcək dərəcəsindəki əmək haqqısını deyil. İkinci məsələ isə sən özün götürdüyün işçidən əmin deyilsən. Ki sən bu işçini götürürsən, amma sən onu durmadan kontrol etmək istəyirsən ki, götürmüşəm, amma əmin deyiləm bu işçidən. Görüm bunu qaydasında mı edir, yaxşı mı edir və s. Yəni burada o faktorlar çox özünü göstərir. Bəs Raca, ümumi olaraq məncə bu hər kəsə maraqlı sualdır. Biraz daha detallara girəcəm. Özbəkistan və Azərbaycan arasındakı əmək haqqı fərqləri. Özəlliklə də line staff üçün, yəni daha aşağı pozisiyalarda olan işçilər üçün rəhbər pozisiyalar elədir ki, rəhbər vəzifələr elədir ki, bu dəvətlə ola bilər, rəhbərin öz tələbi ilə ola bilər, brendin göndərəcəyi bir rəhbərin standartı ilə ola bilər. Amma daha aşağı pozisiyada, misal üçün bizdə belə bir anlam var ki, deyək ki, bu əmək haqqına layiq olmadığım üçün mən bu işi yaxşı görmürəm. Səncə bu həqiqətən belədirmi, yoxsa biz işləməyi sadəcə sevmirik? Təbii ki, sevirik işləməyi. Biz zəhmətkeş xalqıq. Buradakı line staff ümumiyyətlə, yəni hal-hazırda məncə bütün dünyada bu belədir ki, line staff çox böyük bir problem olub. İşçi tapmaq və burada ümumiyyətlə bütün dünyada olduğu kimi də əməkdaşların dövriyyəsi çox aşırı dərəcədə pisdir. Yəni ki, işçi gəlir, bir ay işləyir, başqa bir yerə ona atıramda 10 manat, 20 manat çox verir, o işin dəyişir. Və bu ilk gəldiyimdə çox böyük problem idi. Məsələn, mən birinci gəldiyim Buxara şəhəri idi. Orada ümumiyyətlə işçi tapmaq dəhşətli dərəcədə çətin idi. Heç kimi inandıra bilmirdim və s. və baxır. Və mən dedilər ki, burada hər şey maaşdan asılıdır. Düzdür, mən bilirəm ki, o elə deyil. İnsanlar daha çox toksik yerlərdən uzaqlaşır. Eynən. Onlar razıdırlar ki, daha yaxşı yerdə işləsinlər, az maaş alsınlar. Nəinki getsinlər, daha toksik yerdə işləsinlər və çox maaş alsınlar. Amma maaşlara gəldikdə məncə aşağı-yuxarı eynidir Azərbaycandan. Yəni açıq da deyə də bilərəm. Reception və yaxud da ki, ofisiant maaşı Azərbaycan səviyyəsində 300-400 dollar arasıdır. Təbii ki, bonus sistemləri var hamısında. İstər receptionda, istər ofisiantda. Tips alırlar, servis charge'ları var. Satışları yaxşı edirlərsə, onların oradan da bonusları var. Yəni söhbət receptiondan və yaxud da ki, satışdan gedirsə. Daha yüksək vəzifələrə gəldikdə bu çox individual bir məsələdir. Təbii ki, o individual. Orada istənilən bir range var, təbii ki, məsələn də 1000-dən 1500-ə qədər və yaxud da ki, daha çoxdur. O baxır abioma, baxır otelə, baxır ki, hansı təcrübəsi var və s. və ona qoyulan targetlərdən də çox şey asılıdır. Biz hal-hazırda keçmişik klaster sisteminə, Azərbaycandan olan təcrübəmlə istədik belə bir şey yaradaq. Head office yaratdıq, orada bir neçə şöbəni birləşdirdik. Satışdır, financedır, revenue'dur və təbii ki, orada da olanların əksəriyyəti Azərbaycandan gələn mütəxəssislərdir. Bəzən mən həmkarlarımla Azərbaycanda danışım, deyirlər ki, yaxşı kadrlar aparırsan buradan. Zaten kadrlar azdır. Olanlar da ölkədən gedəndə bu daha da trajikomik bir hal alır, təəssüflər olsun. Raci, çox gözəl bir yerə gəldin, klaster idarə etmə sistemi. Mən də əsas təcrübəmin əsas hissəsi klaster idarə etmə sistemindədir və bu metodu çox bəyənirəm və bu metodda yeganə bəyənmədiyim şey sənin iş yükünü artır, amma əmək haqqın artımır. Yox, bizdə elə deyil. Klaster adı altında elə bil ki, bir növ sən həm 500 otağın rezervasiyasını edirsən, həm 1000 otağın rezervasiyasını edirsən, amma bu əmək haqqı da 1 qram belə dəyişmir. Əksinə sanki bunu eləməliymişsən kimi bir öhdəlik yüklənir. Burada bu prinsip necədir? Ya da sizin idarə etmə sistemində bu proses necə gedir? Biz özümüz oradan çıxmışıq deyənə. O momentləri görmüşük deyənə. Biz çalışırıq ki, biz götürdüyümüz əməkdaşlarla elə şeylər olmasın və biz hər otelə görə, əgər söhbət head ofisdən gedirsə, baş ofisdən gedirsə, hər otelə görə bir faiz deməyək, komissiya deyilir, komissiya veririk və onun maaşında da, onun performansında da öz əksini tapır. Klaster idarə etmə sistemi ümumiyyətlə, belə deyək də, səncə idarə etmə sistemləri içində həqiqətənmi effektivdir?
Nəyə görə soruşuram? Məsəl üçün, mən də klasterdə marketing menecer olaraq çalışmışam. Amma eyni lokasiyada iki otelin birini daha çox sevmişəm. Və istər-istəməz ona olan baxış bucağım və ona olan yaradıcılığım çox daha başqa olubdu. Nəinki misal üçün digərini. Demirəm iş axsayıb, yox. Amma bunu sən kontentdə hiss eləyirsən. Bunu sən yanaşmada mütləq ki hiss eləyirsən. Ya da misal üçün satış meneceri dostlarım var. Eyni ofisdə oturursan və sən görürsən ki, o öz bəyəndiyi ateli daha çox satmağa çalışır. Çünki o oranı daha yaxşı bələddir. Nə bilim, deyək ki, gedib orada qalıbdı, özü təcrübə edibdi. Ya oradan daha çox deyək ki, tanışları var. Kim ki istəyir ki, oradakı tanışlarına daha çox satış gəlsin. Məsəl üçün, bir adam otağı satış edəndə onun restoranını da satır, spasını da satır və əlavə olan bütün xidmətlərini də satır. Bu ədalətliliyi, məsəl üçün, necə tənzimləyirsiniz? Ya bu necəsə təsir eləyir? Biz çalışırıq ümumiyyətlə ədalətli yanaşaq otellərimizə. Çünki bu bizim öz marağımızdadır da. Amma bizdə bütün otellərin konsepti tamamilə fərqlidir və başqa-başqa şəhərlərdə olduğu üçün mövzu öldü. İstər-istəməz orada düzdür, Daşkentdə məsələn 2 dənə otelimiz var, amma fərqli konseptlər olduğu üçün, fərqli segment olduğu üçün biz istəsəydi, istəməsəydi o elə işləmir. Yəni hərəsinin öz qonağı var, hərəsinin öz bazası var, segmenti var və s. və şeyə gəldikdə isə, cluster məsələsinə gəldikdə isə, head office olmağına baxmayaraq hər oteldə, məsələn, finans bölməsi bizdə birdir, head office, amma hər oteldə mühasib var, bəli, mühasib oturur və ayın sonunda onlar məsələn toplayırlar, məlumatları toplayırlar və sonra reporting edirlər. Eyni şey rezervasiya, eyni şey revenue, eyni şey satış. Yəni hamısında bir nəfər var, məsələn commercial director var. Amma commercial directorun hər oteldə öz adamı var, belə deyək də, öz işçisi var. Aşağı yuxarı elə bizdəki qayda, standartda gedir cluster idarə etmə sistemi və ən əsas məsələ. Mən çox qısa bir müddətdə Azərbaycanda region otellərindən birində baş meneceri olaraq işləmişəm, pre-opening eləmişəm. Və mən ondan sonra qərara gəldim ki, mən heç vaxt baş meneceri olmaq istəmirəm. Və DOSM vəzifəsindən, yəni Director of Sales and Marketing və yaxud da ki, Commercial Director, bundan yuxarı getmək istəmirəm. Çünki həmin dövrdə mən başa düşdüm ki, baş menecer olaraq şəxsi həyat sıfırlanır. Burada necədir şəxsi həyatın? Şəxsi həyatında vaxt qalırmı? Demək olar ki, 6 bazar, sən oteldəsən, bizdə də fərqli yerlərdə olduğuna görə həmişə yollardasan, ya hardasansa, şəxsi həyata çox az vaxt qalır, ondan razıyam. Ümumiyyətlə, hospitality elə bir şeydir ki, sən postoyanla telefonda olmalısan, daim telefondasan, daim zənglərə cavab verirsən, daim problemlərə həll edirsən və o operasyonka həmişə var. Ona görə bu bizim yaralı yerimizdir. Mən amma demək olar ki, baş menecer vəzifəsindən artıq çıxmışam. Yəni indi daha çox fokuslanmışam daha miqyaslı projelərə və daha çox strategiyalarla məşğul olam ki, qurduğumuz şirkəti necə daha da inkişaf etdirək. Biz şirkət qurulduqda hospitality sözünü seçmədik, management sözünü seçdik ki, o bizim istiqamətimizi daha da bəlli göstərsin. Həm də darlaşdırmasın, çünki hospitality daha belə dar sahəyə fokuslandırır. Əslində çox əla yanaşmadır və burada bax dedin ki, managementə daha çox fokuslanmısınız. Racı olaraq indiyənə qədər Azərbaycanda topladığın təcrübə və turizm təhsili sənə icazə verirmi ki, Özbəkistan kimi daha fərqli yerdə bunun idarə etməsini rahat apara biləsən? Ya harda challenge yaşayırsan və deyirsən ki, bax 3 ildə mən bunu belə bilmirdim. Sən demə bu beləymiş. Dediyin top 5 nəyisə say, izləyicilərimizə məncə bu çox maraqlıdır. Əslində mən özümə maraqlı olan suallar verirəm. Geniş cavab versəm olardı yəqin ki. Əlbəttə. Mən gələndə ilk olaraq Buxara şəhərindən gəlmişdim və oranı sadəcə olaraq başa düşmək lazım ki, 300 min əhalisi var, balaca şəhərdir, çox tarixi şəhərdir. Rusların gözəl bir deyimi var, Vostok delo tonka. Yəni burada artıq başa düşmək lazımdır ki, bu insanlarla
çox ehtiyatlı davranmalısan. Çox zərif qəlbli insanlardır. Xüsusən də Buxarada. Onların öz tempini tutmaq lazımdır. Mən ilk dəfə iclas eləyəndə, yəni maraqlı idi ki, bunlar nə danışır? Hamısı utanırdı danışmağa. Şöbə rəhbərlərindən tutmuş, hamısı utanırdı danışmağa. Bilmirdilər ki, neydən başlasınlar, nə danışsınlar. Yavaş-yavaş onu reysə qoyduq. Həmən topladığım təcrübə həm universitetdə, həm işdə kömək elədi ki, qısa bir müddətdə biz pre-opening eləyək və daha sonra bütün ölkəyə, Özbəkistana səs salmaq. Yəni bizim şirkətimizin qurulmağı sırf o oteldən başladı və niyə görə başladı? Çünki o birisi otellər gördülər ki, belə idarə etmək olar. Mən gələndə onlar qiymət siyasətini düşünürdülər ki, 50-60 dollar eləyəcəklər gecəlik. Hal-hazırda 300 dollara satırıq. Və demək olar ki, turist olaraq bu cümlə mənə sərf eləmədi. Amma otelçi olaraq ADR-dan hal-hazırda xoşbəxtəm. İkili şəxsiyyət yaşadım bir cümlədə. Və gələcəkdə elə alındı ki, Buxara şəhərində də otel çoxdur. Baxmayaraq ki, balaca şəhərdir. Şəhər üzrə qiymətləri biz təyin edirdik. Yəni bir çox otel bizim qiymətlərə baxıb öz qiymətlərini tənzimləyirdilər. Biz elə bir şərait yaratdıq ki, orada ən prestijli iş yeri kimi ora sayılırdı. Yəni həmin Merkür oteli. Və qısa müddətdən sonra artıq hardasa 7-8 aydan sonra bizə başqa otellər təkliflər göndərdi ki, onların da otelini götürə idarə edək. Ondan belə ideya yarandı və biz ona görə bu Rooms Management qrupu açdıq. Və paralel Daşkənddə də artıq otellər götürdük, bir neçə oteli götürdük, paralel işlədirdik və həmin dövrdə mən ilin ən yaxşı baş meneceri seçildim. Görmüşdüm onu. Bəli, və ondan sonra artıq mən karyeramı dayandırdım ki, bəsdir. Gəlməli oldum yer boyunda. Yəni o məncə otelçi üçün ən yaxşı göstəricilərdən biridir ki, xaricə gedəsən, səni belə qiymətləndirsinlər və bu bir daha göstərdi ki, bizim idarə etmə növü, bizim dedikdə Azərbaycanlıların idarə etmə növü və Azərbaycan Hospitality məktəbi çox güclüdür. Və hal-hazırda da bir neçə otel açılıb, orada da Azərbaycanlılardır. Baş menecer, idarə etmə heyəti çox da Azərbaycanlılar və bu bir daha göstərir ki, bizim Hospitality məktəbimiz çox güclüdür hal-hazırda. Əslində bizdə təzyiqlə idarə etmə o qədər güclüdür ki, sənin pis olma şansın yoxdur. Mən buna belə baxıram. Yəni sən akulaların içində delfin ola bilmərsən. Yəni akulaların içində akul olmaq üçün çabalayırsan. Yəni mən hospitality-yə ilk olaraq başladığım otel Peak Palace Park Chalet otelləri olubdu. Və mən orada indi dönüb ora baxanda fikirləşirəm ki, ayda mən delfin olaraq üzməyə çalışmışam. Və akulaların indi fərqində oluram ki, ona görə bu qədər güclü ola bilmişik. Çünki həqiqətən də başqa variantın yoxdur. Ya qalıb burada inkişaf edəcəksən, ya da sadəcə sağlaşacaqsan. Bizim idarə heyətimiz də həmişə güclü olub. Bizdən yuxarıda olanlar, line managerimiz, line directorımız həmişə güclü olub və bizimlə çox vaxt keçiriblər öyrətmək üçün. Ona görə məncə bunu da təbii ki, dalmaq biraz düzgün olmazdı. Eynən, bizdə belə bir detal var ki, biz bildiyimizi əməkdaşımız dediyimiz hər kəsə öyrətmədən və paylaşmadan əl çəkmirik. Hətta mən adam tanıyıram ki, onun istədiyi kimi hazırlamadığına görə warning yazdırtdırıb ki, xəbərdarlıq yazdırtdırıb ki, sən bunu daha yaxşı eləyə bilərdin. Gəl indi daha yaxşısını elə. Rəcə, çox əslində gözəl məlumatlar idi, gözəl insightlar idi və məlumat üçün qeyd edeyim ki, Danışır Turizm podkastının bundan sonraki qonağı da elə Özbəkistandan bir baş menecerdir, düzdür? Baş menecer, düz bilirəm. Və onunla da fərqli bir şəhər, UNESCO-nun tərkibində olan bir şəhər və oradakı təcrübələri və oradakı inkişaf yolundan danışacağıq. Bu arada Rəcənin danışdığı Merkür otelə gedəcəm. İstəsəniz Instagram hesabımda o otel barəsində də izləyə bilərsiniz. Özbəkistan və Azərbaycan müqayisəsi etsək, bəlli bir dönəmdir artıq buradasan və çox gözəl təklif aldın Azərbaycana qayıtmaq üçün. 1. Qayıdarsanmı? 2. Qayıtdığın zaman ilk fokusunda olan detal nə olar?
dəyişim üçün və yaxud da inkişaf üçün və yaxud da ki, bax bunu eləsək, otelçilikdə bu çatışmır. Biz çox ciddi inkişaf etdirərik. Biz çox yaxşı bilə bilərik. Amma mən hər zaman deyirəm, bizim türklərdən ən əsas fərqimiz odur ki, biz təqdim etməyi bacarmırıq. Bəli. Sənin çox gözəl, keyfiyyətli məhsulun olar, amma sənin danışıq qabiliyyətin olmaz. Ya da təqdimat qabiliyyətin olmaz, təqdimat bacarığın olmaz. Elə olan zamanda sənin məhsulun bir işə yaramır. Nəyi dəyişərsən və nəyə toxunmaq istəyərsən? Yeva, açığı mən almışam Azərbaycandan təkliflər və heç birini qəbul edilməmişəm. Burada əziyyətim çox olub. Burada çox proyektlər başlamışıq və hal-hazırda da biz işləyirik. Bir neçə otel var, hansılar ki, danışıqlar gedir, hansıları ki, hal-hazırda construction prosesindədir. Ona görə mən hal-hazırda getməzdim. Amma neyi dəyişəcəyimi, məncə onu daha ciddi fikirləşmək lazımdır. Çünki müqayisədə fərq çoxdur. Fərq çoxdur və ümumiyyətlə, yəni məncə filosofiyanı başa düşmək lazımdır ki, buranın turizmi və Azərbaycanın turizmi tamamilə fərqlidir. Məhz səyyahlar baxımından, səyahətçilər baxımından, yoxsa idarə etmə istiqamətində? Hər ikisində. Düzdür, indi deyə bilərlər ki, izləyicilər deyə bilərlər ki, turizm Afrikada turizmdir, bəli. Amma yenə detallara girsək, çox fərqlidir. Bax, Rayca, bayaqları söhbətimizin öncəsində sən bildirdin ki, burada daha çox travelersdır, yəni səyyahlardır. O səyyahların təcrübələri sizə otel olaraq daha çox nəyi qatır? Misal üçün, bizim zaman, mən oteldə olduğum zamanda hər morning briefingdə biz Booking.com-un rəyləri üzərindən gedirdik. Və o rəylər bizim üçün önəm daşıyırdı. Amma bəzi rəylər o qədər absurd olurdu ki, sən rəylə baxışa qalırdın ki, yəni belə bir rəyə necə bir reaksiya verəsən. Ya da Hindistanlı və ərəb turistlər otelin otağını elə günə qoyurdu ki, daha çox da ərəb turistlər, hansıların ki, ehtiyarı çox düşük olurdu, amma biz o deyirik, həcm üçün bunu qəbul eləməli idi və pis çıxmasa başqa variantımız da yoxdur, turist yoxdur ölkədə. Burada o səyyahlar otelin bu prinsip və standartlarını necəsə tənzimləyirmi ümumiyyətlə bu istiqamətdə? Söhbət rəylərdən gedirsə, feedbacklərdən gedirsə, biz də onlara baxırıq. Təbii ki, istənilən otelçi onlara baxır. Söhbət burada qonağın konstruktiv və ya qeyri-konstruktiv danışığından gedir. Rəylərə görə bir çox, biz onlara baxırıq da, yəni başlanğıc nöqtəsi kimi baxırıq və yaxud da ki, inkişaf nöqtəsi kimi baxırıq ki, onlardan əgər neysə bizi negativ deyirlərsə, biz ona baxıb öyrənməliyik və yaxud da ki, neysə dəyişməliyik. Söhbət səyyahlardan gedirsə, onlar adətən çox dürüst yazırlar hər şeyi və ona görə onlara çox vaxtı güvənirik. Yəni onların feedbacklərinə güvənirik. Amma bir amil də var ki, siz nə qədər çox ehtiyarı qaldırırsınız, qiymətləri qaldırırsınız, qonaq bir o qədər çox kaprizli olur. Çox doğru. Artıq, yəni məsələn, $300 otaq satanda sən ona $100 servis göstərə bilməzsən. Hər detala fikir verməlisən, qarşılamaqdan tutmuş, otağa kimi hər bir şeyi, səhər yeməyində, nə bilim, hər bir şey olmalıdır ki, onlar bir irad bildirməsinlər, irad tutmasınlar sizə. Səyyahlar normalda gələndə onlar istəyirlər yerli təcrübəni daha çox yaşasınlar. Bəli, yerli mədəniyyəti görsünlər, yerli təcrübəni görsünlər. Hətta bizim Merkur otelinə gəldikdə onun sloqanı Discover Local'dır. Yəni onlar gəlib oteldə olsalar belə sizin nə verə biləcəyiniz, mədəniyyətinizdə nə varsa onlara baxmaq istəyirlər. Oradan bir icmal eləyəcəm. Bundan sonra o otelə gedirəm. Görüm Discover Local dediyi qədərdir Raycanın. Hər küncdə var Discover Local. Hər küncdə. Bu icmalı qaçırmayın. Çox iddialıdan. Biz, yəni başlayım tərifləməyə. Merkur oteli, ümumiyyətlə Merkur şəbəkəsi 1000-dən çoxdur dünyada. Biz top 50-yə daxil olmuşuq. Wow, okey. Bu icmal mütləq oldu. Raycan, yekunlaşdırsaq, daha doğrusu yekunlaşdırmalıyıq. Çünki operatorumuz xəbər verdi ki, artıq yaddaşlar dolur. İzləyicilərə nəyi tövsiyə edərsən? Ən əsası isə otelçilərə, küsüb gedən otelçilərə də nəyi tövsiyə edərsən və səncə bizdə Azərbaycanda
əməkdaşların inkişafı üçün və ən əsası da bu sektorda davamlılığının qorunması üçün nələr etməlidirlər və onunla da yekunlaşdıraq. Məsləhətim odur ki, birincisi challenge-lara açıq olsunlar, qorxmasınlar o challenge-lərdən, daima inkişaf etsinlər, networking-ları artırsınlar. Networking məni gətirib bura çatdırıb və Eynən. təslim olmamaq. Çünki karyerada təbii ki, elə momentlər olur ki, həm uçuşlar, həm enişlər olur. Amma əsas odur ki, təslim olmasınlar və bir gün gələcək ki, onlar o çəkdiyi əziyyətlərin bəhrəsini görəcəklər. Mən də buna çox inanıram və hər kəsi buna səsləyirəm ki, gördüyünüz işi çox yaxşı görürsünüz. Bunu bəlkə də bizim sahədə çox az deyirlər, çox az dilə gətirirlər. Amma mən öz ATL-çi dostlarımın hazırki mübarizəsinə baxanda, əzmi və inkişafına baxanda kənardan çox xoşbəxt oluram. Hələ ki, içəri girmək istəmirəm. Ən azından Danışır Turizm podkastını bir müddət də gözəl davam etmək istəyirəm. Və belə daha rahatdır, limitlərim olmur, hansısa bir quruma və şəbəkəyə bağlı deyiləm və ona görə də çox rahat bu söhbəti apara bilirik. Nəysə, operatorumuz dedi ki, artıq yekunlaşdır, bitir və bununla da bitirmək istəyirəm. Növbəti Danışır Turizm podkastımın qonaqlarının kimlər olmasını istəyirsinizsə, mövzunu və spikeri təq edə bilərsiniz. Mənim isə növbəti çox maraqlı qonağım olacaq, bol söhbətli qonağım olacaq və sizə bir onu deyə bilərəm ki, ən azı Racı qədər çox gözəl insightlar paylaşacaq. Odur ki, izləmədə qalın, hələlik özünüzə yaxşı baxın.